Hepsini eləmirəm, amma yoruluram. Mən niyə belə olmuşam? Vitamin D. Allah, dırnağa ışıq düşür, görəcəksiniz ki, dırnağa. Oo. Hə. Dırnağım çox qəşəng olub, qızlar. Görə bilirsiniz, ışıq düşür. Diblərinə baxın bundan. Çox qəşəngdir də yəni. Pedikürümlə oraya da. Pedikürümlə eyni rəng eləmişəm. İşıq düşür, niyə belə görürsən? Böyle deyil axı. Qəşəngdir. İşıq düşdü, görsənmədi şey. Ay bacı. Nəyin işığıdır bu belə düşür? Ne bileyim. Allah haqqı heç nə eləmirəm ha, heç nə. Bir də ev yığışdıram da, yemək bişirirəm, o da normaldır. Amma elə yoruluram, elə bir illərdir daş daşımışam. Gözünün altı niyə qaradır? Az liner çəkmişəm, yatmışdım da, yayılıb. Liner çəkmişdim. Yayılıb. Salam. Aleyküm salam. Ne? Dırnağın ilk dəfə eləyəndə forma jeli 50 manatdır. İkinci dəfə korreksiya gedəndə 30 manatdır. Bir də ki qızlar öz dırnağına gel 30 manatdır. 25 manatda şılaqdır. Pedikür 25 manatdır. Ayda pedikür nə söz ola bilməz ya, Quran haqqı. Yəni mənim ayaqlarım indiyənə qədər heç vaxt 4 güncə olmayıb. Heç vaxt. Allah haqqı. Hmm. 25 manata bahadır ay bacı. Yo, baha deyil, Allah haqqı elə də. 25-30 manatdır da pedikür. Neçəli şey?
Valla. O gün mənim qızım gedib dırnaqlarını elətdirib. Həzza sonra da nə bilim bir dənə məşhur usta var, kim var onun yanına. 35 manat pul verib. Elə iyrənc eləyib ki qızımın dırnaqları. Çox bərbad özdə. 35'e tipsi qaynağı eləyib. Çox bərbad, çox pis, çox pis. Ay Allah, sıfırda əl işi sıfır. Qızıma dedim bir də yanına getmə. Yazıq uşağın dırnaqlarını da qanadı qoy bura. Hmm. 35 manat. Bərbad elər bizə, bərbad. Dırnaqların hamısını qaradıb. Qızım nə olar? Ekran tıxılın spamdan çıxart da. O necəydi? Ağ reyhan aşkım. Ağ reyhan. Bu neçə gündə dəhşət çox yeyirəm də, dəhşət çox. Çox yeyirəm. Bu günlərim dedim ki, heç olmasa biraz stabil aşağı düşüm də. Çünki həm hərəkət eləmirəm, bütün günü evdə yatıram. Həm də dəhşət çox yemək yeyirəm. Yeyirəm, çörək də yeyirəm. Ona görə dedim ki, biraz ara verim də yeməyimə. Çünki dəhşət çox yemək yeyirəm də, dəhşət dərəcədə. Dırnağımı sizə göstərə bilmədim, əsəb ol. Aha, dedi. Ay bacı, ucundakı rozunu görürsünüz. Çox açıq eləmişəm rozunu, amma görürsünüz də, hə? Görünür o rozu. Hə, yox. Hə, yox, çox az görsənir. Hə, amma belə görsənir. Belə görsənir. Yəqin işıq düşür ya ona görə. Çox qəşəng eləyib mən. Səliqə superdir də, yəni. Həqiqətən də çox qəşəng eləyib. Qısa istəyirəm mən usta. Mən şamlardan çox istifadə edirəm, ona görə mənə qısa yaxşıdır. Uzun da qoya bilmirəm. Şeydir. Qızlar, deyirlər ki, yemək yedin, boşqabında yemək qalmamalıdır da, mamalarımız elə öyrədib ki, boşqabda yemək qalmamalıdır. Amma sizi arıqladan insanlar deyir ki, yemək yediniz, boşqabda yemək qalanda məcbur eləməyin, bu mənim qismətimdir, yeməyin. Doyduz, da vəsə. Mən indi doymuşam, prosto qalıb da bu. Bilmirəm, Aytacın sözünə qulaq asım, yoxsa mamamın dediklərinə. Durum bir dənə çay içim, çay istəyirəm.
Ne yaxşı yemiş. Gecikdim bacı, yeyirdim. Yedim qutardım, indi də çay içirəm. Bugün iştahım çox zəifdir. Üçüncü yeyib yatmışam. Qəşəng gün olsun. Və sualcam. Deməli qızlar, qabaq dırnaq eləyəndə mənə çoxdan tanıyanlar bilir ki, mən dırnaqlarımı həmişə stiletto eləmişəm. Həmişə. Artıq 3 il idi ki, dırnaq eləmirdim. Amma hər zaman dırnaqlarım stiletto olub. Rozvu bundan gözəl idi. Ay qız, məncə də mənim əlimə renkli yaraşır. Düz deyirsiniz. Mənim əlimə rəngli yaraşır bacı. Bu ağ ölü kimi görsətdi əllərimi. Hə. Niyə bugün getdin? Niyə? Hə, onu deyirdim də. Bacı, mən qısa eləmişəm. Düzdür, uzun dırnağı yenə də sevirəm. Yenə də uzun dırnağı sevirəm. Amma ay bacı, uzun dırnaq doğrudan da ucuz fason görsənir, kasıb kimi görsənir. Qısa dırnaq adamı elə bilirəm ki, daha qəşəng görsədir. Amma uzun dırnağı sevirəm. Yəni uzun dırnağı çox sevirəm mən. Ən çox da stilettonu. Ölürəm stilettodan ötürü. Amma elə bilirəm ki, bu qısa dırnaq belə bahalı görsənir. 4-cü gündə Kipriyə yazılmışam. 4-cü gündə Kipriyə yazılmışam. Bəli, gözəl, sadə. Az bordo nədir? Yo. Az nənəmin əlinə oxşayar bordo. Az elə bordo rəngi qoca arvad əlidir, ay bacı. Yaşlı şeydir. Bordo yaşlı rəngdir. Dişləriniz zirkondur, yo öz dişimdə. Neçə kilosan düzə? Ay qız, bilmirəm. İndi bilmirəm. İndi elə bilirəm ki, biraz kökəlmişəm. Elə bilirəm bir damcı kökəlmişəm, bir tık. Çünki bu aralar dəhşət dərəcədə dayanmadan yedim. Çox yedim də, yəni. Elə bir ki, trayno yedim də, yəni əvvəl yediyimdən 3-4 dəfə artıq yemişəm. Elə bilirəm ki, biraz kökəlmişəm, özüm də hiss edirəm. Ayıb da. Nə? Nə ayıbdır? Bürcü nədir? Qoç. Nə ayıbdır? Gözümün altı niyə qaradı? Liner çəkmişəm, yatmışdım, yayılıb. Az nəyə ayıbdır? Tumuşu deyir. Tumuş deyil, bacı şortikdir. Şortik. Ayıbdır, baxma. Blok elə. Ayıbdır, blok elə. Hoşuma gəlmir, blok elə. Ayıbdırsa baxma da, günah niyə işləyirsən? Baxma. Bəlkə mən özümü çöldə qoymuşam. Nə baxırsan mənə ayıbdırsa? Bizi necəsən? Yaxşı, sağ olsun, necəsən? Qaynanam baxır, ayıbdır. Bəbəyim aydın, bacı. Qaynanam baxır, qaynana geçsin sən qeyrəti, namusu çəksin də.
Hə, elədim. Dırnağı elədim. Həmişə belə idiniz, yoxsa boşandıqdan sonra belə açıq-saçıq geyinsə? Gözümü dünyaya açandan hər zaman qısa geyinmişəm. Hər zaman elə geyinmişəm. Hər zaman. Heç vaxt geyimim dəyişilməyib. Nə özüm dəyişilmişəm, nə öz sadəliyimdən itirmişəm, nə səmimiliyim dəyişib. Heç vaxt dəyişilməmişəm. Vüsalə nə idisə əvvəldən, ilk gündən indi də odur. Həmişə vicdanlı, həmişə mərhəmətli, həmişə açıq-saçıq geyinən, həmişə sözün düzün deyib pis adam olan, atdan iş görməyən, hər şeyi üzdə görən. Hə, həmişə necə idimsə elə olmuşam. Heç vaxt mənə heç nə dəyişə bilməyib. Dəyişə bilməyəcək də bundan sonra. Hə. Ay bacı, yazdığım oxaz görmədim. Bir diyan yox. Bağışda görmədik. Tezdən yaz görüm. Bacı, çox sağ ol. Privet. Çox sağ ol, təşəkkür edirəm. Aygül işdə. Necə arıq qalırsan, niyə yemək yemirsən? İngilis dilindən danış, yemək yeməyin düzəlib. Aygül hanı? Əvvəl kimi yemək yeyirəm, gir yemək səhifəmə. Bax, görəcəksən, prosto neçə vaxt kebab yemirəm. Bu pis yazanlar niyə içiniz yanır? Necə hallar? Bu da bekar qalıb, necə yaxınlaşdı sənə? Ayvüsü düzünü deyirəm, üzə deyirəm, qəti söz soxmaram. Hər kəsin uğurunu sevindim, addım paxıl çıxdı. Sevinirəm, adım paxıl kindir. Aysa elə olur da. Ay qızlar, neyniyim? Allah haqqı, Quran haqqı. Mala getməliyəm, gedib pijama vurmalıyam da. İnanırsınız, mənim halım yoxdur. Çox qəribə olmuşam. Çox qəribə olmuşam, çox qəribə. Kebab yemişsiniz? Yox. Qısa eləmişəm. Baxın, qısadır. Fəridə Sadiq yaxınınızdır. Yox, Fəridə Sadiq kimdə olsun? Yox, Fəridə Sadiq tanımıram. Ay bacı, o kimdir elə? Tanımıram, ay bacı. Ay bacı. Az gözümün altı nezgindədir. Ay bacı, ay bacı. Elə bil. Bu nə az? Yatmışam yaylı bir. Fəridə Şadlıq Sarayı. Hə, Asaya yaxındır bizə. Əvvəl dırnaq istəmirdiniz. Əvvəl dırnaq istəmirdim, yox. Birincisi, mən pastayanla dırnaqlarım qaydasında olub, hər zaman da stiletto olub. Sadəcə 2023-cü ildən bəri, dekabrından bəri dırnaq qoymurdum. Artıq 3 ilə yaxın idi ki, mən dırnaq eləmirdim. Müəyyən səbəblərə görə, dırnaqdan xoşum gəlmədiyi üçün dırnaq qoymurdum, yox. Müəyyən səbəblərə görə xanımlarımız bilir, dırnaq qoymurdum. Və artıq qərar verdim ki, çıxılı dırnaq olacaq. Çünki həyatımda insan var, istəyirəm ki, o da ki, xarici millətdir, dəqiqədə bir əlimdən öpür, bacı. Dəqiqədə bir əlimdən öpdüyü üçün mən də narahat olurdum da, dırnaqlarım olmadığı üçün. Getdim, dırnaq götürdüm. Qoydurdum, götürdüm, neydi? Mən də narahat oldum da. Dedim ki, qoy dırnaqlarım səliqəli olsun. Bizimkilər öpür, əldən, çox əldən öpür. Amma bu da xarici olduğu üçün ancaq əldən öpür.
Hə, kişi nə işinə baxır? Doğrudan var bacı. Allah haqqı, bir səs də gördüm. Hə, orada saat neçədir? Burada saat neçədir? Az deyin görüm. 17-18 bacı. Çox sağ ol. Allah hamını xoşbaxt et. Günka xoş gəlmisən. Həqqi, hə, həqqi bacı. İngilis bacı. Mən də dedim qoy səliqəli olsun da deməsin bu Azərbaycan qızının dırnağı niyə bu gündədir. Buna baxın, getdim dırnaq qoydurdum mən. Dedim qoy dırnaq, onsa pedikürümü mən bilirsiniz ki vaxtında pedikür elətdirərəm. İndi də bacı qurban şeydir. Nədir onun adı? Pedikürümü də ayda bir dənə pedikür eləyib qızlar. Bir dənə buna baxın. Bir dənə pedikürə qoyub deyə yaxınlaşdırım deyəm. Buna baxın. Bax, dırnaqlarımı gördünüz indi rəngin. Gördünüz? Qəşəngdir. Çox səliqəlidir. Bax, yaxından görsədirəm qızlar. Çox qəşəngdir, səliqəlidir. Bəli, bəli. Nail by Toma. Baxın, çox səliqəli eləyib, çox. Çox qəşəngdir. Nail by Toma qızlar. Nail by Toma. Nail by Toma. Hə. Çox sağ ol ürəyim. Təşəkkür edirəm. Nail by Toma. Girib baxa bilərsiniz. Ayvüsü biri sənin xəritənə baxmışdı. Xəritəmə baxmışdı. Biri sənin xəritənə baxmışdı. Demişdi xaricdə yaşayacaqsan. Qızlar, mən falçıya inanmıram daşı. Yəni inanmıram yox, getmirəm. Amma mənim illərdir getdiyim bir falçı var idi. Aynur xanım. Bilirsiniz də. Düzdür, indi də əlaqam var. Onu çox istəyirəm. Dünyalar qədər. Aynur mənim ürəyimdir. Artıq 9 ilə yaxındır ki, onu tanıyıram. Çox da düz baxır. Dübbələm düz baxır. Amma indi falçıya getmirəm qızlar. Yenə deyirəm. Mən falçıya getmirəm. Amma əvvəl onun yanına gedirdim də. 8-9 il onun yanına getmişəm. Sonra mənim səbişim var idi. Səbişimi tanıyırsınız da. Səbişim var idi. Sonra mənim ürəyim, gözəl bacım Sabina Tarot adlanırdı TikTokda adı. Onun da xəstəliyi var idi. Birdən-birə ortadan itdi. İnşallah ki, yaxşıdır. Allah canını sağ eləsin. 2 övladı var idi. Üzünü görməmişdim. Səsini eşitmişdim. Telefonla danışırdıq biz onunla. 1 il onu tanıdım da. Yəni TikTokdan tanış olmuşduq. 1 il onu tanımışdım. Belə qabaq falçılara çox baxdırırdım. Dəhşət dərəcə. Azərbaycanda nə qədər falçı varsa, mən hamısının qapısını tanıyırdım qızlar. Yəni gedib baxdırırdım. Bir də Aynur mənə demişdi ki, o vaxtı demişdi. 2026-cı ilin 7-ci ayına qədər həyatıma bir insan çıxacaq və bizim millət olmayacaq. Xarici olacaq, boşanmış olacaq, xarici olacaq və sən gedib gələcəksən, axırda orada qalacaqsan. Elə demişdi mənə. İllər öncə. Bunu mənə demişdi. Hələ anam rəhmətə getməmişdi ondan qabaq. Yəni çoxdandan. Yəni ondan da onun yanına getmirəm. Dediyi də həqiqət. İndi qızlar mənə deyir ki, yadındadır. Aynur belə demişdi. Yadındadır. Deyirəm, hə, yadımdadır. İnanmamışdım sözün düzü. Amma düz çıxdı. Dediyi düz çıxdı, hə.
Amma indi falçıya getmirəm. Aynur zaten Aynuru tanıyan tanıyır ki, Aynur düz baxır, amma getmirəm. Aynurun yanına getmirəm. Səbişi vəbşə neçə vaxtdır demək olar ki, anam rəhmətə getməmişdən qabaq Səbişlə əlaqəm yoxdur. Çünki birdən-birə ortadan itdi. Yəqin ki, hansısa bir problem, onun xəstəliyi var idi. Allah kömək olsun, onkoloji xəstə idi o. Allah onun köməyi olsun. İnşallah ki, yaxşı olar. İnşallah ki, yaxşı olar. Hə, elə Səbişlə əlaqəm kəsildi. Belə də ki, heç, yəni neçə nəfər mənə deyir ki, filan falçı var, getmirəm qızlar. Aynur o əvvəldən də heç kimə baxmırdı, indi də baxmır aşkım. Aynur yalnız tanış adamlara baxır, belə baxmır. Hə, yəni mən nömrə zad vermirəm, heç nə də eləmirəm. Yəni məndən heç nə soruşmayın. Hə. Neysə qızlar, falçılardan danışmaq, çünki falçıya mən getmirəm, nə də ki nömrə zad vermirəm. Danışmayaq falçılardan.